Sahibkarlıq fəaliyyətində sistem nədir, necə qurmaq olar və necə inkişaf etdirmək olar? Bu videoda məhz bundan danışacağıq. Sistem dedikdə nə başa düşürük? Sistemi siz iş axışı, prosedur, qaydalar toplusu kimi başa düşə bilərsiniz. Yəni işi kim, nəyi, necə, nə vaxt edir suallarına əvvəlcədən verilmiş cavablardır. Sadə bir nümunə ilə başlayaq. Tutaq ki, siz bir market işlədirsiniz və marketdə eyni anda 3 əməkdaş işləyir. Burada belə bir sistem qurmaq olar ki, əgər marketdə eyni anda 3 əməkdaş varsa və bir növ pik vaxtdırsa, əməkdaşların ən azı ikisi kassada olmalıdır. Və ya bir başqa sistem qurmaq olar. Əgər pik vaxt deyilsə, lakin pik vaxtdan bir neçə saat əvvəldirsə, marketdəki müəyyən rəflərin yenidən dizayn olunması və məhsulların yerləşdirilməsi. Baxın, bunlar hamısı oldu sistem. Bu da artıq öz növbəsində işin plansız yox, düşünülmüş şəkildə, əvvəlcədən qərar verilmiş şəkildə dizayn olunması mənasına gəlir. Əslində biznedən elə məhz budur. Lakin elə marketlər var. Onlar fəaliyyət də göstərirlər, bəlkə kifayət qədər uğurludurlar da. Qazanc baxımından uğurludurlar. İşlərini davam edirlər, neçə ildir olduqları yerdədirlər və hətta böyüyürlər. Amma sistem anlayışından xəbərsizdirlər və ya sistem yanaşmasından kənar fəaliyyət göstərirlər. Misal üçün, orada bir əməkdaş var. O əməkdaş daima ordadır, işlərə o nəzarət edir, qərarları o verir və heç bir sistem yoxdur. Çünki o yoldaş hər şeyi bilir. Amma bu biznes deyil. Biznesdə işlər insanlar üzərinə yox, sistemlər üzərinə qurulmalıdır. Niyə? Çünki ikinci market nümunəsindəki o yoldaş sabah bir gün işdən ayrılsa, bütün onun illərdir qazandığı, bəlkə o marketi işlədərək, o marketdə işləyərək öyrəndiyi sistemlər də onunla bərabər gedəcək. İngilis dilində buna know-how deyirlər. İstənilən kiçik bir meyvə dükanının da və böyük bir marketin də əslində know-how olur. Ona görə biznes fəaliyyətində məqsədimiz sistemlər qurmaq olmalıdır. Və bu sistemlər yazılı hala gətirilməlidir və davamlı inkişaf etdirilməlidir. Baxın, elə yazmağın ən vacib tərəfi də inkişaf etdirilə bilən bir şey olmasıdır. Yəni bir marketin içərisində işləyən yoldaşlar daima bir admindən qərarları alırlar. Bir də var, yazılı formada bir qərar var. Bu qərar hamıya tanışdır, hamı razılaşıb və ehtiyac olduqda buradakı qaydalarla bağlı nə isə inkişaf etdirmək mümkündürsə, onlarla bağlı öz təkliflərini verə bilirlər. Bu tip bizneslər uzun müddətdə mütləq digər tipli bizneslərdən fərqlənir. Növbəti videomuzda bu məsələlərlə bağlı digər nümunələrlə və sistemi necə davamlı hala gətirmək olar, bununla bağlı danışacağıq. Sağ olun, sağlıqla qalın.